Rüstəm kişi böyük bir təsərrüfata rəhbərlik etməkdəydi. Benim ailem bu yumruk kim olmalıdır? 5 parmağım biri açılsa kesip atarım. Ne desen haklısın. Çünkü ben senin yüreğini yaralamışım. Ancak inan ki, öz hayatımı da zehirlemişim. Bu sözler kime lazımdır Qaraş? İnsanı bir defa aldatmaq olur. Məhəbbət pul deyil, səndə dilənçi. Rüstem dayı, böyüye hürmet elemek borcumuzdur. Ama bir şeyin hakikat olduğuna inanandan sonra, lap atam da qəbirdən dirilip gelse, ayak geri koyan değilim. Ayol, yaltaktan yalancıdan adama meyem dayak olar. Yiğidin dayağı dağ olsun gerek. Eşitməmsən ki diyerler, dayağı dağ olanın başı göğlere çıkar. Yox aşna, iş belə getsə yarışıl duzdun. Çok da döşeğe dövme ay Keremoğlu. Bu barada faizde danışar. Maya bacı, sen qağamı necə sevmisən? Birinci baxışdan, yoksa sonradan, yavaş yavaş ha? Yok, sen Allah düzünü de. Hansı yaxşıdır, birden sevmək, yoksa yavaş yavaş? Rüstəm dayı, özün bilirsən ki, Qızıl Bayraqdakı iclasdan sonra kolxozda ayrı bir hava yaranır. Hamı yüksək məhsuldarlıqdan danışır. Yazıq qızın nə atası var, nə də anası. Hər ikisi 43-cü ildə müharibədə həlak olur. Tifil tək tənhadır. Yadındadır mı? Cavanlıkta oxuyardın. İgid odur her əzaba qatlana. İgid odur atdan düşə, atlana. Demirəm saxla. Dədəm də gəlsə qoymaram başdan sov eləyəsən. Ay Şirzad, qadam bu ürəyimə. Mən bu yetim kəmi görsən, de bir kəndə gəlsin. Ona vacib sözüm var. Bak şey! Ay cemaat! Evimi yıktılar! Bana kömək edin!